Hansı cümlədə zərflə ifadə olunmayan zərflik var? Bu cümlə testdə diqqətli olmaq lazımdır. A bəndində külək əsdiyi üçün ağacdan tökülən meyvələri kisələrə yığdıq. İlk baxışdan adama elə gəlir ki, külək əsdiyi üçün bu zərflikdir, səbəb zərfliyidir. Adama elə gəlir. Amma biraz da diqqətli baxanda görür ki, külək əsdiyi üçün ağacdan tökülən bu fe'li sifət tərkibinin daxilindədir. Yəni, bu təyindir. Burada zərflik yoxdur. Ona görə buna diqqətli olmaq lazımdır. Müəllim uşaqlara türkçə yazıb oxumağı öyrədirdi. Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Çıraq otağı yaxşı işıqlandırmışdı. Yağış küçələrdə gölməçələr yaratmışdı. Zərflik küçələrdədir və isimlə ifadə olunub. Buna görə də düzgün cavabımız E bəndi olacaq. Yağış mübtəda, küçələrdə zərflik, amma isimlə ifadə olunan zərflik. Gölməçələri yaratmışdı. Gölməçələr tamamlıq yaratmışdı xəbər. Düzgün cavab E bəndi.